21 oktyabr. Qəhrəmanlar burada və indi. İnsanlar öz müasirlərini tərifləmək istəmirlər, amma özləri gələcək nəsillərdən heç zaman görmədikləri və görməyəcəkləri şəxslərdən tərif gözləyirlər. Bu, insanın əcdadları tərəfindən təriflənmədiyi üçün kədərlənməsinə bənzəyir. Mark Avreli, Düşüncələr. Misirin İskəndəriyyə şəhəri 2300 il bundan əvvəl Makedoniyalı İskəndərin şərəfinə salınıb. Bir şəhərin əsrlər boyunca sizin adınızı daşıması əla olardır, düzdür? Ya da neçə min il sonra insanların sizi tanıması, adını çəkməsi. Yox, əla olmazdı. Çünki İskəndər kimi siz də öləcəksiniz. Adınızın bir əsr sonra xatırlanacağını bilməyiniz belə qeyri-mümkündür. Sözün həqiqi mənasında heç kəs öz mirasının səfasını sürə bilmir. İskəndərin istəklərinə nail olmaq üçün törətdiyi dəhşətli əməlləri xatırlayın. O, mənasız müharibələr aparırdı, qəzəbini cilovlaya bilmirdi, sərxoş olub ən yaxın dostunu öldürmüşdü. Zalım, şöhrətpərəst bir insan idi. Ona doğrudanmı heyran olmaq lazımdır? Gələcək nəsillərin fikirləri, qənaətləri barəsində bir saniyə belə düşünməyin. İndiki zamanda yaxşı insan olmağa, özünüzü bacardığınız qədər inkişaf etdirməyə, düzgün davranmağa fokuslanın. Uzaq gələcəyin heç bir əhəmiyyəti yoxdur. Hazırda xeyirxah, alicənab və əzəmətli olmağa çalışmağın bir əhəmiyyəti var. 22 oktyabr. Daha yaxşı olmaq asandır. Bəs nədə daha yaxşı olacaqsınız? Kimsə çox yaxşı güləşir, hamını yıxır. Bu o demək deyil ki, həmin adam hamıdan təvazökardır. Ümumun rifahını hamıdan çox düşünür. İstənilən vəziyyətə hamıdan tez alışır, hamıdan daha anlayışlıdır. Mark Avreli, Düşüncələr. Fərdi inkişaf nəcib işdir. Bir çox insanlar bu işlə uğraşmağı ağıllarına belə gətirmirlər. Şöhrətpərəstlik və dayazlıq bu işlə uğraşanların qarşısındakı ən böyük maneələrdir. Özünüzə meydan oxuduğunuza və ya qarşınıza qoyduğunuz çətin məqsədə çatmaq istəyinizə görə qarın əzələlərinizi möhkəmlətməyə çalışırsınız. Yoxsa paltarınızı soyunub digər insanlara mütəəssir etmək istəyirsiniz. Öz imkanlarınızın sərhədlərinə bələd olmaq üçün marafonda iştirak edirsiniz, yoxsa məişət problemlərindən qaçırsınız. Mükəmməl bədən quruluşuna malik olmaq, bir neçə dil öyrənmək istəyirik. Amma bu istəklərin bədəli başqa insanlara bir saniyə belə sərf etməmək olmamalıdır. Yaxşı ər, arvad, ata, ana, oğul və ya qız olmayacaqsa, çempion olmağımızın nə mənası var? Nə isə daha yaxşı bacarmaqla daha yaxşı bir insan olmaq fərqli şeylərdir. Birinci ilə müqayisədə daha böyük prioritetdir. 23 oktyabr. Nə üçün yaradıldığınızı göstərin. İnsanları zəkanla təəccübləndirə bilmirsən, eybi yoxdur. Tamamilə özündən asılı olan məziyyətlərini göstər. Səmimiyyətini, ciddiyyətini, dözümlülüyünü, dürüstlüyünü, nəcibliyini, xeyirxahlığını, əli açıqlığını. Mark Avreli, Düşüncələr. Şəraiti, şərtləri günahlandırmaq asandır. Niyə hündür boy deyiləm? Niyə çox da zəki deyiləm? Niyə bu ölkədə doğulmuşam? Niyə dərmin rəngi belədir? Bu sualları elə hey təkrar edib öz taleyinə lənət oxuyan insanlar var. Bu planetdə özünü nədəsə naqis hesab etməyən adam tapmaq çətin məsələdir. Unutmayın ki, qüsurlarınız ilə yanaşı, genetik faktorlardan asılı olmayan, inkişaf etdirə biləcəyiniz məziyyətləriniz də var. Məsələn, dürüst, ləyaqətli, dözümlü, xoşbəxt, qənaətcil, nəzakətli, azad, səbatlı, şəfqətli olmaq. İnsanın səy göstərərək əxs etdiyi məziyyətlər daha təsirlidir, düzdür? 24 oktyabr. Xeyirxahlıq çeşməsi. Öz içini qaz. Qazmağı dayandırmasan, görəcəksən ki, içində xeyirxahlıq çeşməsi çağlayır. Mark Avreli, Düşüncələr. Biz bugün yaxşı şeylərlə üzləşməyi, hər şeyin yaxşı olmasını uma bilərik. Yaxşı xəbər, yaxşı hava, yaxşı bəxt. Ya da biz onu özümüzdə, öz daxilimizdə tapa bilərik. Yaxşılıq poçtla evinizə çatdırılan bir şey deyil. Onu ruhunuzun dərinliyində axtarıb tapmalısınız. O, sizin düşüncələrinizdə, davranışlarınızda daldalanır. 25 oktyabr. 2 vəzifə. İnsanı müxtəlif əngəllərdən və özbaşınalıqdan nə xilas edir? Nə sərvət, nə böyük vəzifə, nə də krallıq. Başqa bir şey tapmaq lazımdır. Söhbət həyatdan gedirsə, bu yaşamağı öyrənməkdir. Epiktet, söhbətlər. Həyatda 2 vəzifəniz var. Yaxşı insan olmaq və sevdiyiniz işlə məşğul olmaq. Qalan şeylər sadəcə enerji itkisidir.
Stoiklərdən öyrəndiyimiz fəlsəfə işimizi asanlaşdırır. Fikrinizi yayındıran şeylərə, destruktiv duyğulara, xarici təzyiqə yox deyin. Özünüzdən soruşun. Hansı işi ən yaxşı mən görə bilərəm? Mənə verilən vaxtdan ən səmərəli şəkildə necə istifadə edə bilərəm? Şərtləri nəzərə alıb düzgün davranmağa çalışın. İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, onlarla elə rəftar edin. Anlayın ki, hər xırda seçim, hər xırda məsələ böyük prinsipləri təcrübədən keçirmək üçün bir fürsətdir. Bu qədər. Ən vacib bacarıq, yaşamaq bacarığı məhz bunlardan ibarətdir. 26 oktyabr. 3 hissə, bir məqsəd. Ən görkəmli müəlliflər fəlsəfənin 3 hissəyə bölündüyünü iddia edirlər. Əxlaq fəlsəfəsi, təbiət fəlsəfəsi, məntiq fəlsəfəsi. Birincisi ruhu nizamlayır. İkincisi nəsnələrin təbii nizamını araşdırır. Üçüncüsü sözlərin həqiqi mənasını, nizamını və dəlilləri öyrənir ki, yalan həqiqətin yerini tutmasın. Seneca, Əxlaqi məktublar. Fəlsəfənin hər üç hissəsi eyni məqsədə xidmət edir. Bu məqsəd məntiqlə idarə olunan gözəl bir həyat yaşamağımıza kömək edir. Gələcəkdə yox, indi. 27 oktyabr. Nə əkərsən, onu da biçərsən. Bəzən bıçaq bıçaqçının əlini kəsir. Seneca, Fiest. Əslində, Seneca'nın bu sözləri yazması ironikdir. Seneca uzun müddət imperator Neronun müəllimi, sağ əli olub. Seneca'nın bu pozğun gəncə müsbət təsir göstərdiyinə dair çoxlu sübutlar var. Lakin həmin dövrdə belə Seneca'nın müasirləri filosofun belə bir tirana xidmət etməsini düzgün hesab etmirdilər. Onlar Seneca'nı tiranın müəllimi adlandırırdılar. Shakespeare Macbethdə yazır: Kim ki özgəsinə qanlı dərs verir, ona qanlı cavab verilər yalnız. Seneca'nın Neronla əməkdaşlığı şagirdin öz müəllimini öldürməsi ilə nəticələndi. Kiminlə işləyəcəyinizə, kiminlə ortaq olacağınıza qərar verərkən bu barədə düşünün. Əgər müştərinizə qeyri-etik və ya qeyri-qanuni işlərin çəmini öyrətsəniz, gözləmədiyiniz anda həmin bilikdən sizin əleyhinizə istifadə edə bilər. Əgər işçilərinizə, köməkçilərinizə, övladlarınıza pis nümunə olsanız, onlar gələcəkdə sizə xəyanət edə, zərər vura bilərlər. Belə bir atalar sözü var. Nə əkərsən, onu da biçərsən. Şərqdə buna karma deyirlər. Seneca Nerona verdiyi tövsiyələrin bədəlini ödədi. Əsrlər boyu bu belədir. Riyakarlığın bədəli ağırdır. Bu sizin də başınıza gələ bilər. 28 oktyabr. Biz bir-birimiz üçün yaradılmışıq. Torpaqdan gəlsə də, torpaqdan yaradılmış müxtəlif şeylərlə heç bir əlaqəsi olmayan nəsnə tapmaq, digər insanlarla əlaqəsini tamamən kəsmiş bir insan tapmaqdan daha asandır. Mark Avreli, Düşüncələr. Təbii ki, Mark Avreli və digər stoiklər Newton qanunlarından bixəbər idilər. Lakin onlar bilirdilər ki, nəsə yuxarı qalxırsa mütləq aşağı düşəcək. Mark burada belə bir analogiyadan istifadə edir. İnsanın digər insanlara bağlılığı ümumdünya cazibə qanunundan belə güclüdür. Fəlsəfə introvertləri cəzb edir. Bəlkə də insan təbiətini öyrənib digər insanların nöqsanlarından xəbərdar olur, onlara yuxarıdan aşağı baxırsınız. Həyat mücadiləsi, üzləşdiyimiz çətinliklər də bizi cəmiyyətdən uzaqlaşdıra bilər. Bununla belə Aristotelin məşhur ibarəsini unutmaq olmaz. İnsan ictimai heyvandır. Biz bir-birimizə lazımıq. Biz bir-birimizə dəstək olmalı, qayğı göstərməliyik. Bizim köməyə, qayğıya, sevgiyə ehtiyacımız var. Bunu danıb digər insanların köməyindən, qayğısından, sevgisindən imtina etmək insanlığa ziddir. 29 oktyabr. Xarakterin taleyindir. Hər kəs öz xarakterinin memarıdır. Lakin insanların həyatdakı vəzifələri təsadüfən müəyyən olunur. Masanıza birini layiq olduğu, digərini layiq ola biləcəyi üçün dəvət etməlisiniz. Seneca, Əxlaqi məktublar. İşə götürənlərin əksəriyyəti namizədin harada oxuduğuna, əvvəl harada işlədiyinə fikir verir. Çünki keçmişdə qazanılmış uğurlar, gələcəkdə qazanılan uğurların təyinatı hesab olunur. Bəs bu qənaət həmişə özünü doğruldurmu? Bir çox insanlar bacarıqlı olduqları üçün yox, nə vaxtsa bəxtləri gətirdiyi üçün uğur qazanıblar. Oksfordda və ya Harvardda valideynləri sayəsində oxuyan nə qədər adam var? Keçmişdə heç bir uğur qazanmamış gəncləri dəyərsiz hesab etmək düzgündürmü? Xeyr, düzgün deyil. Buna görə də insana xarakterinə görə qiymət verməliyik. Təkcə işdə yox, dostluqda, yaxınlıqda, hər şeydə. Heraklitin belə bir ibarəsi var. Xarakterin taleyindir.
Yuxarı qalxmaq istəyirsinizsə, xarakter ən etibarlı nərdivandır. Yaxın perspektivdə işinizə yaramasa da, uzaq perspektivdə mütləq işinizə yarayacaq. Bu fikri həyatınıza dəvət etdiyiniz insanlara da aid etmək olar. 30 oktyabr. Ən yaxşı tikə kimə düşəcək? Özünə həyatın tullantılarını rəva görməkdən, sadəcə başqa işlərə sərf edə bilməyəcəyin vaxtı müdrikliyə sərf etməkdən utanmırsan? Seneca həyatın qısalığı haqqında. Seneca məktublarından birində Makedoniyalı İskəndər haqqında bir əhvalat danışır. İskəndər bir ölkəni fəth etmək istəyib. Həmin ölkənin başçısı müharibə olmasın deyə məmləkətin bəzi ərazilərini İskəndərə bağışlaya biləcəyini deyib. İskəndər cavab verib: "Mən Asiyaya qabağıma qoyulanı götürmək üçün gəlməmişəm. Götürmək istədiyimi götürmək, götürmək istəmədiyimi sizə saxlamaq və onunla kifayətləndiyinizi görmək üçün gəlmişəm." Seneca'nın fikrincə bizim fəlsəfəyə münasibətimiz də belə olmalıdır. Vaxtımızın əsas hissəsini digər məşğuliyyətlərə sərf edib, qalan vaxtı fəlsəfəyə həsr etməməli, fəlsəfəni prioritetə çevirməliyik. Əgər biz özümüzü təkmilləşdirmək istəyiriksə, nəyə görə lazımi mətnləri yatmamışdan 5-10 dəqiqə qabaq oxumağa başlayırıq? Hər gün 8-10 saat ofisdə oturur, iclaslarda iştirak edirik. Amma ciddi məsələlər haqda düşünməyə vaxt sərf etmirik. Orta statistik bir insan həftədə 28 saat televizora baxır. Amma ondan nəyə görə fəlsəfə ilə məşğul olmadığını soruşsanız, deyəcək ki, vaxtım yoxdur. 31 oktyabr. Biz xeyirxah doğulmuşuq. İnsan ərdəmə meyilli doğulur. Muzoni Ruf. Mühazirələr. İlk günah anlayışının insanlığın belini yağır edən ağır bir yük olduğunu söyləsək yanılmarıq. Əslində biz bir-birimizə kömək və yaxşılıq etmək üçün yaradılmışıq. Əks təqdirdə bəşəriyyət çoxdan məhv olardı. Stoisizm fəlsəfəsində balaca uşaqların belə dərhal anlamayacağı və ya insan məntiqi ilə uyuşmayan bircə fikri belə yoxdur. Bu fəlsəfə bizə kim olduğumuzu deyir, həqiqəti göstərir, ümumun yox, fərdlərin rifahına xidmət edən ixtiralara qarşıdır. İnsan xeyirxah doğulur. Muzoni Ruf deyir: "Bizim təbiətimiz elədir ki, hamımız günahdan uzaq ola və nəcibانə yaşaya bilərik. Birimiz elə, birimiz belə deyilik. Hamımız eyniyik. Təbiətcə ərdəmli və iradəli olmağa meyillisiniz. Belə doğulmusunuz. Əgər bunlardan uzaqlaşmısınızsa, düşünməyin ki, sizdə anadan gəlmə qüsur var. Səbəb ruhunuzu yanlış düşüncələrlə bəsləməyinizdir." Seneca'nın dediyi kimi, fəlsəfə insanın yanlış düşüncələri zehnindən qovması, özünə qayıtması üçün vasitədir.